Salam uşaqlar. Ədədi və həndəsi silsiləyə aid məsələlər mövzusunu izah edirəm. Sual 1. Deyir ki, sonsuz azalan həndəsi silsilənin cəmi 2-dir. Sonsuz azalan həndəsi silsilənin cəmi 2-dir. Birinci həddi silsilə vuruğundan 10 dəfə böyükdür. B1 bərabərdir. Silsilə vuruğu Q-dür. 10 Q-yə. Deyir silsilənin birinci həddini tapın. S var, B1 var. Gəlin S-in düsturuna baxaq. Sonsuz azalan həndəsi silsilənin cəminin düsturu S bərabərdir. B1 bölünsün 1 çıx 2. Və verilənləri düsturda yerinə yazıram. Deməli, S-in yerinə 2. B1-in yerinə 12 qoyuram. Bölünsün 1 çıx 2. Tənasib kimi vuranda 2 məxrəci 1-dir. Çarpaz vurursunuz. 12 bərabərdir. Deməli, 2-ni 1-ə vururuq. 2, 2-ni də 2-yə vururuq. 2, 2. 12'nin 2 toplanır. 12 Q bərabərdir 2'ye. Q bərabərdir 2 böl 12. Yəni 6'da 1. Bizdən isə istəyir ki, silsilənin birinci həddini tapın. B1 12'dir. Gətirib yerinə qoyaq. Deməli, gətirib yazsaq B1 bərabərdir 10 vur 6'da 1. 10'dan 6'nı 2'yə ixtisar etsək, burada 5 qalır, burada 3 qalır. Yəni 3'də 5. Əssalam. Davam edirik. Üçüncü sualına. Deyir ki, üçüncü sualımız 13'e bölünən bütün iki rəqəmli ədədlərin cəmini hesablayın. Deməli, birinci 13'e bölünən ədədim 13'ün elə özüdür. 13'e bölünən ədədlər 13, 26, 39, yəni 13, 13 artır. Ədədi silsilədir və D-si ilə 13'ün özüdür. Sonra isə davam eləsək, nədir burada? Deyir ki, bizdən bu iki rəqəmli ədədlərin cəmini tapmaq lazımdır. A1'imiz var, D-imiz var. Bilməliyik neçədən iki rəqəmli ədəddir. Bunu əslində belə deyiləm olar. Ən böyük rəqəmli ədədimiz 99'dur. 99'u 13'ə bölsək, tapacağıq ki, ədədlərin sayı eləyəcək 99'u 13'ə bölsək, deməli 8 dəfə olanda çox eləyir. 7 dəfə 91 bəli. 7 dənə ədəd olmuş olacaq. Yəni S7-ni tapmalıyam. Amma belə həll üsuluna gələk riyazi yoluna. Deməli, A-nin üstürünü yazıram. A1 üstə gəlsin. N çıx 1 vur D. Qoy yerinə. A1'im 13'dür. A-nin neçədir? Ən axırıncı 13'ə bölünən ədədim 91'dir. Yəni 2 rəqəmlərdən söhbət edir. Vur D-miz də 13'dür. Deməli, 91'dən 13'ün çıxıram. Eləyəcək 78. 78'i 13'ə böləcəyiz. 6. 6'nın üstə 1 gəldim 7. Yəni N 7. Səndən də bunların cəmini istəyir. Yəni S7-ni tapmalıyam. 2A1 üstə gəl 6D böl 2 vur 7. Verilənləri düsturda yerinə yığırıq və salam. 2A1 2 vur 13. Yəni 26. Üstə gəl 6D 6 vur D-miz bir dəqiqə 13. 6'nı 13'ə vururam 78 böl 2 vur 7. Deməli, hesablayaq. Məxrəc 2. 78-dən 26'ını toplayanda 104 vur 7. Bundan bu gedir 52. 52'ni 7'yə vururam. 364 eləmiş olur. Davam edirik. 5-ci sualına. Deyir ki, ədədi silsilənin fərqi 6'ya bərabərdir. D-si 6'dır. Və 16-cı həddinin 30%-ni təşkil edir. Yəni bu 6 16-cı həddinin 30%-idir. Və sizdən soruşurum silsilənin birinci həddini. Deməli, gəlin buradan A16'nı tapaq. Birinci sıfırları ixtisar eləyək, çarpaz vuraq. Deməli, 6'nı 10'a vuram 60 bərabərdir A16 vur 3. A16'nı 3'ə A16'nı tapmaq üçün 63'ə bölürəm. A16 oldu 20. A16'nı A1'dən asılı açacağım, D-ni tapacağım. Yəni necə? Yazıram A16 bərabərdir A1. Üstə gəl 15D. A16'm 20'dir. A1'im yoxdur. Üstə gəl 15D. D-miz 6'da 15'i 6'ya vuranda 90. 20'dən də 90'ı çıxdınız.
Mənfi 70 elədir. Davam edirik. Bir ki, müəyyən həcmli kolbaya bir bakteriya salınır. 1 saniyədən sonra 2 hissəyə parçalanır. Yəni, belə deyim. Bir dənə bakteriya atdım. 1-ci saniyənin sonunda olur 2 dənə. Deməli, 6-cı sual. Kümüz də 2-dir. Niyə? Bir bakteriya atdım, olur 2. Sonra o ikisi yarı bölünür, olur 4 dənə. 4 dənə yarı bölünür, olur 8 dənə. Bu formada davam edir və kolba 128-ci saniyədə tam-tamına doldu. Deməli, B128 lazımdır ki, görə 128-ci saniyədə nə qədər bakteriya olur? B1 vurulsun 2 üstü 127-dir. Yəni, B1-im 2-dir, 2-üm də 2-dir. Ona görə 2 vur 2 üstü 127 deyir, 2 üstü 128. Yəni, kolba bu qədər bakteriya tutur. Deyir ki, əvvəlcə kolbaya 8 bakteriya salınsa 10 neçə saniyəyə dolar. Deməli, bu dəfə B1-im 16-dır. Niyə? 8 bakteriya atdımsa kolbaya və o 1 saniyənin sonunda olacaq 16 dənə, yarı-yarı bölünəcək. Yəni, B1-im oldu 16 dənə. Məsələ orasındadır ki, bakteriyanın sayı dəyişmir. Yəni, tutum eynidir. Sadəcə dəyişən oldu ki, bu dəfə tez dolacaq kolba. Çünki 1 bakteriya yox, 8 bakteriya atmışıq. Yəni, tutum dəyişməyibdir. Sizdən istəyir künü ki, kün yox, daha doğrusu, n istəyir, n neçədir. Künü onsuz da bilirik, 2-dir, yarı-yarı bölünürsə. B-nin üstündə qoy yerinə tap. Bn bərabərdir. B1 vurulsun. 2 üstü n çıx 1. Bn-in yerinə 2 üstü 128. B1-im 2-dir. Yox, B1-im 16-dır. Yəni 2 üstü 4-dür də. B1-in yerinə 2 üstü 4 yazdım uşaqlar. Yəni 16 ya 2 üstü 4 nə fərq var. Deməli 128-dən Q-nün özü də 2-dir. Yəni onun yerinə 2 yazıram. Bir də deyirəm. B1-in yerinə 16 yazdım. Yəni 2 üstü 4. Q-nün yerinə 2 yazdım. Buranın üstlər toplanır. Yəni olur 2 üstü 4 üstə gəlsin. N çıx 1. 2 dənə tulladım. 128 bərabərdir. N plus 3-ə. 128-dən də 3-ün çıxın. 3 hardan çıxın? 4-dən 1-in çıxın da. 128-dən də 3-ün çıxın. Yəni 125-ci saniyədə olacaq. Bu ifadə tapa bilərdik. Əvvəl bir bakteriya atıb. Əvvəl 1-ci saniyədə 2 bakteriya olurdu. İndi 16 bakteriya olur. Bu 2 üstü 4'dür, bu 2 üstü 1'dir. Nə qədər dəyişib? 2 üstü 3 dəyişdi. Yəni 3 saniyə fərq var. 128-dən 3 çıxanda 125 saniyə. Mesela. Deməli, 7-ci suala baxıram. Baxaq. Sual belədir. 7. Deyir ki, 4-ə bölünən və 400-dən böyük olmayan bütün natural ədədlərin cəmini tapın. 4-ə bölünsün, 400-dən də böyük olmasın. Deməli, ən birinci 4-ə bölünən ədədim 4-dür. 4-ə bölündüyü üçün bu 4 artır, ədədi silsilədir. Çünki 4-ə bölünən ədədlər 4, 8, 12, 4 artır. Bu ədədi silsilədir. 400-dən böyük olmayansa axırıncı ədədim 400-ün özüdür. Desəydi 400-dən kiçik 396 götürərdim 4-ə bölünən ədəd. Amma 400-dən böyük olmayan dediyi üçün, yəni 400-ün özü də ola bilər. Bütün natural ədədlərin cəmini istəyir, S-ni istəyir. Birinci biz bilməliyik ki, N neçədir? Tutaq ki, N 50-dir mi? S 50-ni tapacağım. Ona görə də birinci AN-in düsturunu açıram. AN bərabərdir. A1 üstə gəl. N çıx 1 vur D. Verilənləri qoyuram yerinə. AN-in yerinə qoyuram 400. A1-in yerinə yazacağım 4. Üstə gəl N çıx 1 vur D-nin yerinə 4. 400-dən 4-ünü çıxıram 396. 396-nı da 4-ə böləcəm. Eləyəcək 99. 99-un üstünə 1 gələndə oldu 100. Enim oldu 100. İndi S100-ü tapmalıyam. S100. S-nin belə bir düsturda var idi. 2A1 üstə gəlsin N çıx 1 vur D böl 2 vur N və bir dənə də belə A1 plus AN böl 2 vur N. Qoyaq yerinə A1'im 4. AN'im 400. Böl 2. O 2 A1 üstəyəsin N çıx 1 vur D böl 2 vur N-lə də yaza bilərsən. Vur. N'imiz də oldu 100. 404 2'ye bölürəm 202. 100'ə də vururam 20.200 və salam. 9-cu suala baxırıq. Deyir ki, sonsuz azalan həndəsi silsilənin ilk 2 həddinin cəmi 5'dir. Yəni, uşaqlar, B1 ilə B2-nin cəmi 5'dir. Bütün hədlərinin cəmi isə 5 də müştəmildir silsilənin vuruğunu tapın.
Bütün ədlərinin düsturu budur. S bərabərdir B1 bölünsün 1 çıx 2. 5-dən 3-də 1 çevirdim düzgün olmayan kəsrə. 5 3-ə 15, üstdən 1 gəldim 16. Yəni 3-də 16-dır. Neyniyəcəm? Sizdən vurğunu istəyir. Bu çarpaz vur. Deməli 3B1 bərabərdir 16 vurulsun 1 çıx 2. Buradan B1'i tapıram. 16 vurulsun 1 çıx 2 bölünsün 3. Bunu qoydum qırağa. B1 üstəgəl B5 bərabər, B1 üstəgəl B2 bərabərdir 5-də istifadə edirəm. Necə? B1 üstəgəl B2'nin yerinə yazıram B1 vur 2 üstü 1 bərabərdir 5'ə. Buradan B1'i ortaq çıxardıram. B1 bərabərdir 1 plus 2 bərabərdir. B1'i ortaq vuruq çıxartdım. B1 vurulsun 1 plus 2 bərabərdir 5'ə. Buradan B1'i tapıram. B1 bərabərdir 5 bölünsün 1 plus 2. B1'in bu qiymətini B1'in bu qiymətinə bərabərləşdirəcəm. Mesela 16 vurulsun 1 çıx 2 böl 3 bərabərdir 5 bölünsün 1 plus 2'yə. Bunu da tənasib kimi vururam. Bununla. Demək 16 vurulsun 1 çıx 2'ni 1 plus 2'yə vuranda müxtəsərdir. 1'in kvadratı çıxılsın 2'nin kvadratı edir. 5'in də 3 15 edir. Deməli 1 çıx 2 kvadratı bərabərdir. Vurma olanda bölürəm 15 böl 16. 1'dən 15'dən 16'nı çıxanda 2 kvadratı bərabərdir 16'da 1. 1'dən 16'da 15 çıxıram. Yəni 16'da 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 15 çıxdım. Elə də 16'da 1. 16'da 1 də nəyin kvadratıdır? Plus minus 4'də 1'in. Mesela cavab oldu. Davam edirik. 11-ci sualdan. Sualımıza görə nə deyir? Deyir ki 11-ci sualda. Deyir ki 17-29 aralığındakı 17-95 aralığındakı tək ədədlərin cəmi. Deməli, özdə aralığı ilə qoyub ki, yəni mötərizəni kvadratik qoyub ki, yəni 17 ilə 95'in də özü də A1'im 17'dir. A-N'im 95'dir. Və tək ədəd dediyi üçün deyim 2'dir. Çünki tək ədədlər 17, 19, 21, yəni 2 artır. Ona görə də deyim 2'dir. Səndən soruşur. Cəmini tap. S-ni tap. Sadəcə eni bilmirik neçədir uşaqlar. Eni tapmaq lazımdır. Eni də hardan tapım? A-N'in düsturundan eni tapacağıq. Gəlin tapaq. Deməli A-N bərabərdir A1 üstəgəl N çıx 1 vur de düsturu. Verilənləri düsturda yerinə yığaq. Və son. Yəni verilənləri düsturumuzda yerinə yığmağa çalışaq. Deməli A-N'in yerinə yazacağım 95. Buradan bir xət çəkək, qarışmasın. 95 bərabərdir. A1'im 17. N çıx 1 vur da 2. Deməli N çıx 1 vur 2 bərabərdir. 95'dən 17'sini çıxanda eləyəcək 78. 78'i böləcəksiniz 2'yə 39. 39'un üstüne 1 gələcəm 40. 40 dənə burada ədəd var. Səndən bu ədədlərin cəmini istəyir. Yəni S40 istəyir. Bayaq dediyim kimi A1 plus AN bölü 2 vur N'dən də tapa bilirik. A1'im 17, A-N'im 95 bölü 2 vur 40. O 2A1 üstə gəlinsin N çıx 1 vur D ilə də tapa bilərik. Amma mənə belə rahatdır deyə belə hesabladım. 2 ilə 40'ı xüsələrim, burada 20 qalsın. 95 ilə 17'ni topladım. 112. 112'ni də 20'yə vurdum. 2, 2, 4, 0. 2240 alınmış oldu. 13-cü suala keçirəm. Sualımız nədir 13-cü sual? Deməli nədir 13-cü sualda? Deyir ki 30'dan böyük və 5'ə bölükdə qalıqda 2 alınan bütün 2 rəqəmli ədədlərin cəmini tap. 30'dan böyük 5'ə bölükdə qalıqda 2 alınan 2 rəqəmli ədədlərin cəmini tap. Deməli birinci ədədim 32'dir. 5'ə bölürəm, qalıqda 2 edir. Bütün 2 rəqəmli ədədlərim deməli axırıncı da 97'dir. Niyə uşaqlar? Eminim. Axırıncı 2 rəqəmli ədədim 5'ə bölünən 95'də qalıq da 2'də də üstünə 2 gəldi. Sizdən soruşur natural ədədlərin cəmini S-ni. Yenə eyni qayda ilə. Bizə N lazımdır. A-N'in düsturu A1 üstə gəl N çıx 1 vur D. Uşaqlar 5'ə bölünürsə D neçədir? 5'dir. Qalığın neçə olmağının fərqi yoxdur uşaqlar. Baxın aydın. 32
37 olacaq o birisi. 5 5 artıq. D'miz 5'dir. Gətir A-nın üstündə yerinə yazaq. 97 A-nın yerinə. A1 32. Üstə gəlirsin en çıx 1 vur 5. Deməli 97-dən 32-sini çıxırsınız. Edir 65. 65-i 5-ə bölürəm 13. 13-ün üstünə 1 gəldim 14. Deməli mənə S14 lazım. Yenə A1 plus AN bölü 2 vur N-dən istifadə edirəm. O birisindən də eləmək olar. Bu mənə daha rahatdır. 32 üstə gəl 97 bölü 2 vur 17. Ne 14. Deməli 32 ilə 97-ni toplayıram. 129. 2 ilə də 14-ü hissələrim 7. 129-u 7-yə vururam. 903 eləmiş olur. Və salam. Davam edirik 15-ci sualda. Nə deyir 15-ci sualda? 15. Sual 15. Deyir ki, ədədi silsilənin ardıcıl hədləri olan 3 müsbət ədədin cəmi 18-dir. Yəni uşaqlar, A1, A2, A3-ün cəmi 18-dir. Bu bizə 3 dənə A2-ni vermiş olur. A2 6-dır. Dersin müəllim, hardan bilirsiniz 3 dənə A2-ni verir? İzah edin. Biz deyirik ki, ədədi silsilədə ortadakı hədd özünə qonşu olan hədlərin cəminin yarısıdır. Yəni A2 bərabərdir A1 ilə A3-ün cəminin yarısı. Bunun tənasüb kimi vuranda A1 ilə A3-ün cəmi sizə 2 dənə A2-ni vermiş olur. Bu ikisi 2 dənə A2-dir. Bir dənə də bu A2 oldu 3 dənə A2. 2-yə də böldüm A2, 3-ə də böldüm A2 oldu 6. Bunu tapdım. Deməli, mənim ədədi silsiləm bu formaya düşmüş olur. Baxın, uşaqlar. Birinci həddi bilmirik. İkinci həddim 6-dır. Üçüncü həddim də bilmirik. Deməli, bu A2 6-dırsa, A1 6 və A3-ün cəmi 12-dir. Belə çıxır ki, A1 ilə A3-ün cəmi 12-dir. Və bu zaman nə edək? A1-ə bir x deyirəm. Bunda A3 olacaq 12 çıx x. Çünki cəmi 12-dirsə, 1x-dirsə 1 olacaq 12 çıx x. Buna x desək, bu da olsun 12 çıx x hədlərimiz. Və deyir ki, bu ədədlərə uyğun olaraq, bunları qoydum burada. Uyğun olaraq birinciyə 1 artırdım. İkinciyə 4 artıram. 6-ya 4 artıranda olur 10. 12 çıx x-a da 12 artırdım. Yəni 24 çıx x deyil. Bu da oldu 24 çıx x deməli. Artırsaq, bu ədədlər həndəsi silsilə əmələ gətirir. Həndəsi silsilənin xassəsi buydu ki, ortadakının kvadratı qonşularının hasilidir. Yəni B2-nin kvadratı B1 vur B3-ə bərabərdir. Bu oldu həndəsi silsilədir. Həndəsi silsilədirsə bu qaydanı tətbiq edə bilirik. Ortadakının kvadratı qonşularının hasilidir. Məsələn, kvadrat təyinlikdir vurac. X-i tapacağıq. 24x çıxılsın x kvadrat, yəni 24 çıxılsın x. Və keçirir tərəfə 100 çıx 24x plus x kvadrat minus 24 plus x bərabərdir x kvadrat çıxılsın 23x üstəgəl 76. Vuranda 76, toplayanda 19 eləyən ədəd. 4 ilə, daha doğrusu vuranda 76, toplayanda 23 eləyən ədəd. 4 ilə 19'dur. Biz buradan 19'u götürəməyəcəyik izah edimliyə. Baxın, ədədi silsilənin bu həddi 12 çıx 19, əgər x 19 desəm, 12 çıx 19 mənfi 7 edirəm. Orada deyir ki, müsbət ədədlərdir. Ona görə də 19 olamadı, oldu 4. Deməli, onda bu 4 olsa, bu 6'dır, bu birisi də 8'dir avtomatik. Və sizdən nə istəyir? Orada deyir ki, əvvəlki 3 ədədin hasilini tap. Yəni 4, 6, 8'in hasilini tap. 4'ü vurursunuz 6'ya, ona vurursunuz 8'i eləyir. 24, 192. Nəsəl. Davam edirik. Uşaqlar 17-ci sualımız. sual. Deyir ki, ədədi silsilənin birinci həddi 2-yə, ikinci və üçüncü hədləri uyğun olaraq 2 ardıcıl natural ədədin kvadratı. Birinci buradan başlayaq. Ədədi silsilənin birinci həddi A1-i 2-yə bərabərdir. İkinci və üçüncü hədlər isə uyğun olaraq 2 ardıcıl natural ədədin kvadratlarına bərabərdir. Silsilə fərqimiz.
Deməli, ikinci həddi və üçüncü həddi isə iki ardıcıl natural ədədin kvadratına bərabər. İki ardıcıl natural ədəddirsə, 1x, 1x plus 1, yəni bunun kvadratlarına bərabərdir. Niyə 1 artdı? Ardıcıl ədəd 5, 6, 7, 1 artır. Ona görə 1x, 1x plus 1 bunların kvadratına bərabər. Sizlərin fərqini istəyir. Ədədin sizlərin hansı xəssəsi vardır? Ədədi orta. Yəni, A2 bərabərdir A1 ilə A3-ün cəminin yarısına. Bir də deyirəm, A2 bərabərdir A1 ilə A3-ün cəminin yarısına. Verilənləri yerinə qoy hesab. Tənəsin kimi vurdum. 2A2 bərabərdir A1 plus A3. Verilənləri gətir qoy yerinə. 2A2. 2 vur. X kvadrat A2. A1-in yerinə 2, A2-in yerinə x plus 1-in kvadrat. Tənliyi həll edirik. 2x kvadrat, 2x kvadrat, 2x plus 1. Deməli, 2x kvadrat çıxılsın, 2 çıxılsın, x kvadrat çıxılsın, 2x çıxılsın, 1 bərabər 0. 2x kvadratdan x kvadratını çıxın, x kvadrat 2x. Bu da elədir, mənfi 2 ilə mənfi 1, 3. Oranda mənfi 3. Toplayanda da 2 eləyən ədəd 3 ilə mənfi 1-dir. Aha. Natural ədəd dediyi üçün mənfidən söhbət getməyəcək. Olacaq müsbət 3. X 3-dürsə 3-ün kvadratı 9. Bu da olacaq 3-1, 4, 4-ün kvadratı 16. Sizdən soruşur sizlərin fərqi. 2, 2-nin üstünə neçə gəlblər? 9 eləyib, 7. 9-un üstünə neçə gəlblər? 16 eləyib, 7. Yəni sizlərin fərqi 7 olmuş olacaq. Keçirik 19-cu suala. Deməli, 19-cu sualımız nədir? Deyir ki, həndəsi sizlədir. Bu cüt yerdə olan hədlərinin cəmi 30-dur. Deməli, cüt yerdə duranlar, yəni B2, B4, B6, nəsə də davam edir. Bunun cəmi 40-dur. Sizdən vurulmuşdur. Kümüz 3-dür. Nə deyir mənə? Deyir ki, bütün hədlərinin cəmi tapın. Yəni, tək yerdə duranları bilsəm, taparam. Necə tapacağım? Baxın. Mən buranın B2-ni yazaram, B1 vur ki. Narazılığınız yoxdur ki. Eyni şeydir. B4-ü yazaram, B3 vur ki. Eyni şeydir B4. B6-nı yazaram, B5 vur ki. Niyə meni təklərdən asılı uşaqlar? Çünki mənə cütlər var. Təklər də bilsən, cüt yerdə duranlar 40-dır. Tək yerdə duranlar, məsəl üçün 5-dir. Toplayacağım, bütün hədləri olacaq 45. Ona görə də belə yazdım. İndi neyim mən? Mən buradan B1-i ortaq çıxartıram. B1-i ortaq çıxardanda nə baş vermiş oldu? B1-i çıxartdım. Daha doğrusu B1 yox, Q-nü çıxartdım. B1 plus B3 plus B5. Sən nöqtə nəsə. Bizim üçün verəcək. Bir dəqiqə, uşaqlar 40 yox. Səfəs uşaq 30-dur deyir. Aha. Deməli, bərabərdir 30-dur. Q-nü ortaq çıxartdım. Q-nün yerinə 3 qoydum. Otuzu 3'e böldüm. 10. Bir de deyirəm B2, B4, B6-nı B1-dən, B3-dən, B5-dən asılı açın, təklərdən asılı. Q-nü ortaq çıxartdım. Q-nün yerinə 3 qoydum, 33'e böldüm 10. Tək yerdə duranlar 10'dur, üst yerdə duranlar da 30'dur. Bizdən ümumi hədlərin cəmisi B1, B2, B3, B4, B5, B6 belə. Hamısı bir yerdə cütlər 30, təklər 10'dursa ümumi cəmimiz olacaq 40. Mesela davam edirik uşaqlar. İndi 20 yazıram. Sual belədir. Birinci və ikinci həddinin cəmi 2'dir. Mənfi 2'dir daha da. İkinci və üçüncünün həddinin cəmi 3'də 2'dir. Sizlərin 3-4 həddinin cəmisi uşaqlar ortaq çıxardaq. Yuxarıda yazıram, baxın, B1 plus B1 vur 2. Bərabərdir mənfi 2. Buradan B1'i çıxartdım ortaq.
1 plus Q bərabərdir mənfi 2. Keçirəm bu birisini. B2'ni yazıram B1 vur Q. B3'ü de yazıram B1 vur Q kvadrat bərabər 3'də 2. Mən də burada ev sistemi almışam da. Bir ki, gərək alt-alta yazmazdım. Bir sürük səbir olun. Aşağı birincini açdım, ikincini də yazıram B1 vur Q. Üstə gəl B1 vur Q kvadratın bərabərdir 3'də 2. İndi yuxarıdan hər ikisindən yuxarıdan B1'i çıxartdım. 1 plus Q bərabərdir mənfi 2'yə. Aşağıdakı tənlikdən də B1 vur Q'nu çıxartdım. Alındı 1 plus Q bərabərdir 3'də 2. Tərəf-tərəfə bölürəm. Yəni bunu buna bölürəm, bunu da buna bölürəm. Bunu böləndə 1 plus Q'lər gedir, B1'lər də gedir. Qaldı 1 böl Q bərabərdir. Mənfi 2'ni 3'də 2'yə böləndə tərsinə çevrilir. 2'lər gedir, qalır mənfi 3. Buradan da Q bərabərdir mənfi 3'də 1. Bizdə 20-ci sualda nə deyir? Deyir ki, ilk 4 ədədinin cəmini tap. S4 lazımdır mənə. Q-nü tapdıq, bir də B1 lazımdır ki, mənə S4'ü tapım. B1'i də hardan tapaq? Deyil buradan. Buradan Q-nü çıxartmışdım mən. Nə B1'i? B1'i çıxartmışdım, almışdım ki, B1 vurulsun 1 plus Q bərabərdir mənfi 2. Yəni, bu tənlikdən mən B1 ortaq çıxardım, bunu almışdım. Q-nü yerinə qoy, mənfi 3'də 1. B1 vurulsun 1 çıx 3'də 1 oldu mənfi 2. Birdən 3'də 1 çıxanda 3'də 2 gedir. 3'də 2'ni də böləndə 2'lər gedir. B1 oldu mənfi 3. Yəni 2'ni 2'də 3'də 2'yə böldüm. Yəni vurdum 2'də 3'ə 2'lər getdi 3 qaldı. Mənfi 3 qaldı. İndi məndən istəyir orada 4 ədədin cəmi. S4. S4'ümüzü tapmalıyıq. S4 bərabərdir B1 bölünsün. Q üstü 4 çıx 1 bölünsün. Q çıx 1. Mesela gətir qoy yerinə. Mənfi 3 vurulsun. Q üstü 3'də 1. Q üstü 4. 3'də 1 üstü 4 edir 81'də 1. Çıx 1. Aşağı edir mənfi 3'də 1 çıx 1. Hesablamaq lazımdır uşaqlar. Mənfi 3 vur. 81'də 1'dən 1'in çıxanda, yəni 81'də 1'dən 81'də 81'in çıxanda edir 81'də 80 mənfi. Aşağıda edir mənfi 3'də 4. Çünki mənfi 3'də 1 və mənfi 1 toplanır. Mənfi 1 tam 3'də 1 yəni. 3 dənə mənfidirsə, bu ikisi müsbət eləyəcək. Aşağıdakı mənfi bölünəndə mənfi alınacaq. Gəlin ixtisar edək. 3-dən 81 ixtisarım 27. 27'də 80 böl 3'də 4. Yəni olacaq vur 4'də. Bununla bu getdi. Qaldı burada 9. 80'i də 4'ə böləndə 20. 9'da 20. Mənfi. Mənfi 9 deyil. Bəli, Y variantı. Yer çatmır deyə balaca yazarsa oldu. O ayrı hesablamadı da. Yəni özünüz də hesablaya bilərsiniz. Davam edirik. 21'i yazmıram. 13-cü sualdan eyni şeydir. 5'ə böldükdə qalıqda 3 alınan 20'dən böyük. Başlayacaqsınız 23-lə və 1000'i aşmayanda olacaq 998 ən axırıncı ədədimiz. Ayının üstündən eyni tapın, eyni istəyir, sayını istəyir və salam tarif etdi. 22-ci suala baxıram. Sual belədir. Deyir ki, 1 bölü x, 1 bölü y, 1 bölü z yazıldığı sırayla ədədi sistəminə gətirir. Ədədi sistəm xassəsi budur. Ortadakı, yəni 1 bölü y. Bərabərdir öz qonşularının cəminin yarısına ədədi ortaq xassəsi. Tənasib kimi vururam beləsinə. 1'i 2'ye vurdum 2. Y də vururam 1 böl x üstə gəl 1 böl z-ə. 2 bərabərdir y böl x üstə gəl y böl z. Elə bizdən bunu istəyir. Y böl x üstə gəl y böl z istəyir. Aldıq 2. Davam edirik 23-cü sual. Nə deyir? 2 və 162 ədədləri arasında elə 3 ədəd tapın ki, bu 5 ədəd müsbət ədədsizli təşkil. Yəni belə desək də 23-cü sualda. Bizim ədədlərimiz 2-dir, x, y, z-dir, ortası. Bir də sonra 5-ci də 162-dir. Və bu ədədlər müsbət ədədlərdir. Həndəsiz silsilədir özdə. Deməli uşaqlar. B1, B2, B3, B4, B5. Yəni B1'im 2'dir, B5'im 162'dir. B5 bərabərdir B1 vur. 2 üstü 4. 1 ilə 4 toplanır 5 eldir. Yerinə qoyuram 162 bərabərdir. 2 vur. 2 üstü 4. 162'ni böldüm 2'ye 81. Bu müsbət mənfi
Hansı ədədi 4 dəfə özünə vuranda 81 edir? Müsbət mənfi 3, amma müsbət 3 götürəcəm. Çünki müsbət ədədsiz silsilər deyir. Q-nü tapdıq. B1 də var. Deyir həmin 5 ədədin cəmini tap. Əslində ədədləri tapmaq olar. 2, 2-ni çarpsan 6, 6-nı çarpsan 8. Amma mən S5-in üstündən istifadə edəcəm. B1 bölünsün, Q üstü 5 çıx 1 bölünsün, Q çıx 1. B1'im 2'dim. Q'm 3'dür. 3 üstü 5, 243 çıx 1. Məxrəcdə də yenə Q çıx 1, yəni 3 çıx 1. 3 çıx 1, 2 edir. Bu 2 ilə bu 2 getdi. 243-dən 1-ini çıxdım. 242 eləmiş oldu. 25-ci suala baxaq. 25-ci sual nə deyir? İlk 3 həddinin cəmi 4-cü, 5-ci, 6-cı ədədlərin cəminin 8 bölü həndəsizlərinin vurğunu tapın. İlk 3 həddinin cəmi, yəni B1, B2, B3-ün cəmi ilk B4, B5, B6-cı hədlərinin cəmindən 8 dəfə kiçik. Bu 8 dəfə kiçikdirsə uşaqlar, həmişə kiçik olanı vururuq ki, bərabərlik alınsın. Bunu vuracağım 8-ə. Dediyim kimi, tənlikdə bərabərlik almaq üçün kiçik olanı vururuq. Və sonra vurduq 8-ə. Alınan ifadəni nə 25-də sizdən vurğunu izdir. Gəlin, sadələşdirək. Necə sadələşdirək? Son tərəfi sağdakılardan asılasa bilərsiniz və yaxud da ki, ortaq çıxacaq. Deməli, B1-i yazıram. B1 edəm. B1 oldu B1. B2-ni yazıram. B1 vur Q üstü 1. B3-i yazıram. B1 vur Q kvadrat. Burada 8. Bu tərəfə keçirəm. B4-ü yazıram. B1 vur Q kubu. B5-i yazıram. B1 vur Q üstü 4. Lap istəyirsiniz B3-dən nəsə elə belə qalsın. B1 vur Q kubu. B1 vur Q üstü 4. B1 vur Q üstü 5. Sonra ortaq çıxardıram. Soldan B1'i çıxartdım. 1 plus Q plus Q kvadratı vur 8. Sağdan isə B1 vur Q kubunu çıxardıram. 1 plus Q plus Q kvadratı. İxtisar edirəm. 1 plus Q plus Q kvadratı ilə bu 1 plus Q plus Q kvadratın B1 ilə də B1 ixtisar edir. 8 bərabərdir Q kubu. 8 nəyin kubudur? 2'nin. Q oldu 2. 25'də bu qədər. Davam edirik. 27-ci sual. Nə deyir? 27-ci sualda deyir ki, sonsuz azalan həndəsizlərin cəmi 6-dır. S bərabərdir 6-dır. S-imizin üstürü burada B1 bölünsün 1 çıx Q 6-dır. Hələni saxlayaq, sonra baxarıq görək nədə istifadə edirik. Onun kvadratları cəmi isə 12'dir. Kvadratların cəmi budur uşaqlar. B1'in kvadratı üstə gəlsin, B2'in kvadratı üstə gəlsin, B3'in kvadratı. Onun hədlərinin kvadratları cəmi. Neçə dənədirsə bilmirik. Cəmi 12'dir uşaqlar. Uşaqlar bunu belə düşünə bilərik. Nə düşünəcəm buradan? Baxın sizdən. Mən yuxarıdan B1'i tapa bilərəm əslində. Və bunların hamısından B1'i ortaq çıxardıram. Necə? Baxın B1'in kvadratı üstə gəl. B2 olur B1 vur Q, düzdür? Və onların kvadratı olduğunu gördüm. B3 olur B1 vur Q kvadratı. Və Q kvadratının kvadratı olur Q üstü 4. Nəsə bu formada davam edir də. Sonra B4'ün kvadratı olsun. B4 olur B1 vur Q kubu. Bunun kvadratı da olur B1'in kvadratı üstə gəl Q üstü 6. Nəsə davam edir bu formada bərabərdə 12. Və biz buradan B1'in kvadratını ortaq çıxardıram. B1'in kvadratını ortaq çıxardığında qalır 1 plus Q kvadrat Q üstü 4 Q üstü 6. Nəsə bu formada davam edilir. Və ağlımızın kəsməli olan hissəsi ki, baxsaq ki, bu mötərizə özü sonsuz azalan həndəsiz silsiləməyə gətirir. Baxın bu. Deyəsiniz, müəllim, Q kvadratına vurula gedir. Hardan bilir sonsuz azalandı? İzah edeyim. Bu Q'miz sonsuz azalan olduğu üçün 1'dən kiçikdir. Yəni 2'də 1. 2'də 1'in kvadratı da 4'də 1 edirdi. Onsuz da yəni yenə də 1'dən kiçik. Yəni bunun özü də sonsuz azalan həndəsizdir. Bunun birinci həddi 1'dir. Q'su isə Q kvadratıdır. Niyə? Bu Q'ya vurula getmir ki, Q kvadratına vurula gedir. Yəni mən bu mötərizəni yedim və bunu yaza bilərəm. B1 bölünsün 1 çıx Q. Mötərizədə B1'imiz budur. Q kvadratına vurulur deyə Q'nun yerinə Q kvadratı.
yazmış oldum. İndi nə edəcəm? Yuxarıdan B1-i tap, gətir aşağıdakını yerinə qoyaq. Deməli, buradan B1-i tapsaq, B1 bərabərdir 6 vurulsun 1 çıx 2. Gətirib yerinə qoyacaq uşaqlar. Necə? İndi izah edeyim. Bunu başa düşdünüz də. Deməli, nə baş verdi? Burada B1-in kvadratı yerində vur. Bu mötərizənin yerinə 1 bölünsün 1 çıx 2 kvadratı bərabərdir 12. B1-in yerinə də baba bir ifadəni gətirib qoyacaq. Burada sadəcə B1 deyil, kvadratı deyil, bunun kvadratı. 6-ın kvadratı 36. Vurulsun 1 çıx 2-nin kvadratı. Yəni, B1'im 6 vur 1 çıx 2 idi, onun kvadratı. Vurulsun 1 bölünsün 1 çıx 2 kvadratında müxtəsər kimi 1 çıx 2. 1 plus 2 işimi yazdım. Və sadələşdirək. Bərabərdir 12'ye. İndi bu 1 çıx 2 ilə 1 çıx 2'nin birini ixtisar edeyim. Bundan. Bunun birini ixtisar elədim. 36 ilə də 12'ni ixtisar edeyim. Rəqəmlərin balacalaşsın. Burada 1 qalır. 36'da 12 bölündə 3 qalmış oldu. Deməli, sürətim olur 3 vurulsun. 1 çıx 2. Yəni 3 çıx 3. Məxrəcim olur 1 plus 2. Bərabərdir 1'ə. Çarpaz vururam. Davamını uşaqlar buradan balaca da olsa yerləşdirəcəm. 3 çıxılsın 3 2. 1'i 1 plus 2'ye vuranda 1 plus 2. Küləri bir tərəfə keçirəm. Mənfi 3 2 çıx 2. Bərabərdir 1 çıx 3. Mənfi 4 2 bərabərdir mənfi 2'ye. 2 bərabərdir 2 böl 4. 2'də 1. 27'nin sualda bizdən 2'ünü istəyirdi. Oldu. 2'də 1. Davam edirik. 29'uncu soru. Deməli 29'uncu sualımız. Sual belədir 29'da. Nə deyir? Deyir ki, x, y, z müsbət həndəsi silsilədir. Deməli şu an həndəsi silsilədirsə, bir də x, y, z həndəsi silsilədir. Həndəsi silsilənin xassəsi buydu. Ortadakının kvadratı, kənardakiların hasilidir. Hələlik yazdıq. Sonrasında nə deyir? Deyir ki, 3x, 2y, z isə ədədi silsilədir. Deməli, nə edəcəm? Ədədi silsilənin xassəsindən istifadə edəcəm. Necə? Deyəcəm ki, ədədi silsilədirsə bu, ortadakı, kənardakiların cəminin yarısıdır. Yəni, 2y bərabərdir 3x üstəgəl z böl 2'dir. Yəni, 4y bərabərdir 3x plus z z-ə. Tənasib kimi vurdum. 2y məxrəcdəki 2'yə vurdum. Sonra nə deyir bizdən? Həndəsi silsilənin vahiddən fərqli vurğunu tapmaq lazımdır bizə. Deməli, əslində bir neçə üsul eləmək olar. Gəlin belə deyək. Bunlar həndəsi silsilədir, düzdür, x, y, z. Onda x-a biz b1 desək, y-imiz olacaq b1 vur 2, z-imiz də olacaq b1 vur 2 kvadratı, düzdür uşaqlar. Gətirin əvəzləmə eləyək. Qoyaq yerinə yazaq geçsin. Deməli, nə edəcəm mən indi buradan? 4 vur, y-in yerinə yazıram b1 vur 2. 3 vur, x-in yerinə yazıram b1. Z-in də yerinə yazıram b1 vur 2 kvadrat. Aha. Buradan b1'i ortaq çıxartıram. 4b1 vur 2. b1'i çıxartdım ortaq. 3 plus 2 kvadrat qalmış oldu. b1'ləri ixtisar elədim. 4 2 bərabərdir 3 plus 2 kvadrat. Heç bundan istifadə eləməmiş oldum. Heç onu da silək. Keçirək bir tərəfə. Kvadrat çıx 4 2 bərabərdir 0. Yəni əslində bu kvadrat tənliyə gətirək düzgün yazaq. Vuranda 3 toplayanda da 4 eləyən ədəd 1 ilə 3'dür. Və bizə deyir ki, orada həndəsi vahiddən fərqli vurğunu tapın. 1 və 3 almışıqsa vahid 1'də 1'i götürməyəcəyik. Fərqli olan vurğu 3'dür. Məsələn. Davam edirik. 31-ci sual. Görək nədir 31-ci sualımız? Deyir ki, A1 4'dür. M-dən fərqlidir. Və ədədi silsilə üçün, ədədi silsilədir. SM böl SN bərabərdir M kvadrat böl N kvadratdır. Silsilənin ümumi həddini tapın. Aynı tapın. Deməli uşaqlar, SM birinci.
SN nə idi? SN'imiz buydu da 2A1 üstə gəl n çıx 1 vur D böl 2 vur N. SM də eyni şeydir, sadəcə N'in yerinə M yazdım. 2A1 üstə gəlinsin M çıx 1 vur D böl 2 vur M'dir. Bərabərdir M kvadrat böl N kvadrat. Və nə baş vermiş olur? Məxrəcdəki ikiləri rahatlıqla ixtisar edim, çünki böləndə onsuz da ixtisar olacaq. Bu M-lə bu M-in birini, bu N-lə də bu N-in birini ixtisar eləmək olar. Alınır nə? 2A1 üstə gəl M çıx 1 vur D bölünsün 2A1 üstə gəlinsin N çıx 1 vur D bərabərdir M böl N. Və neyinirəm? A1'im var 4. 2A1 edir 8. Üstə gəl MD çıx D mötərizəlində vurdum açdım. 2A1 yenə A1'im 4'dür deyə 2'nin 4'ü 8. Məxrəci də vurub açıram mötərizəlində. ND çıxılsın D bərabərdir M böl N. Bunun tənasüb kimi vururam. Nə baş verir? Tənasüb kimi vuram. Bunun tənasüb kimi vururam. Alıram 8'in MDN çıx DN 8M MDN çıx MD. MDN'lər gelir bir mənfi müsbət deyil. Qalanlara nigalə hesablamağımızda bizdən nə istəyir? Bizdən ayının ümumi həddini istəyir. Yəni bizə A1 lazımdır və D lazımdır. Deməli burada nə edəcəm? D-ləri bir tərəfə yığaq, N-ləri bir tərəfə. Bir dəqiqə. Deməli 8M çıx 8M bərabərdir ND çıx MD. Sol tərəfdən 8'i çıxardıram, N çıx M. Sağ tərəfdən də D-ni çıxardıram, olur N çıx M. N çıx M-ləri də ixtisar elədim. D bərabərdir 8'ə. D oldu buradan 8. Qaldı. A1'im də var da, var bəli. D-ni tapandan sonra gətirib düsturda yeni yazaq. Silirəm buranı uşaqlar. A-nin düsturunu yazıram. Bizdən A-ni istəyir. A-N bərabərdir. A1 üstə gəl. A1 üstə gəl. N çıx 1 vur D. Deməli A-N bərabərdir. A1'im 4'dür. N çıx 1 vur D-də 8. Mötərizədən vurub açsam 4 8 8'in çıx 8 gelir 8 N çıx 4 və salam. Oldu. 31-ci sualımız A variantı. Davam edirik 32-ci sualına. Sonsuz azalan həndəsi silsilənin birinci həddi özündən sonraki bütün hədlərin cəmindən deməli 32. Deyir ki, sonsuz azalan həndəsi silsilənin birinci həddi B1 bərabər. Özündən sonraki bütün hədlərin cəmindən 7 dəfə böyükdür. Özündən sonraki bütün hədlər deyəndə S çıxılsın B1-dən. Yəni S ümumi həddi. Ondan özünü çıxıram ki, özündən sonraki hədlər lazım. Cəmindən 7 dəfə böyükdür B1. Özündən sonraki bütün hədlərin cəmindən 7 dəfə böyükdür. Bu tənliyi həll eləmək lazımdır uşaqlar. Deməli, necə həll eləyəcəyik? B1 bərabərdir. S-in yerinə düsturunu yazıram. B1 bölünsün. 1 çıx 2 çıxılsın B1 vur 7. B1'i ortaq çıxardaq mötərizənin içindən. B1'i çıxartdıq. Qaldı 1 bölünsün. 1 çıx 2 çıx 1 vur 7. B1'lər getdi. 1 bərabərdir. 1 bölünsün. 1 çıx 2 çıx 1 vur 7. Deməli uşaqlar, indi buradan nə edirik? Buradan 7'nin 1'ə ya mötərizəni vurub aça da bilərsiniz, ya da 1'i 7'yə də bölə bilərsiniz. Mən bölmə edirəm. 1 bölünsün 1 çıx 2 çıxılsın 1 bərabərdir. 1 böl 7. Bu 1'i də bu tərəfə keçirəndə üstə gəl olur. 1 bölünsün 1 çıx 2 bərabərdir. 7'də 1 üstə gəl 1. Bu da edir 7'də 8. Çünki o 1 7'də 7'də də. Çarpaz vur. 8 çıxılsın. İndi tərsinə çevirək. 1 böl 2 bərabərdir 8'də 7. Çünki 1 böl olmaq tərsi deməkdir də. 7'də 8'in tərsi 18'də 7. Çarpaz vura da bilərdiniz. 1'dən də neçə çıxıblar 8'də 7 eləyib. Yəni 1'dən 8'də 7'sini çıxacam 3'ünü tapmaq üçün. Bu
Bu da eləyəcək 8-də 1 sual. Davam edək. 33-cü sual. Sual belədir. Deyir ki, ədədi silsilənin 16-cı ədədi 0-dır. Deməli, A16 bərabərdir 0. Bu da o demək ki, A1 üstəgəl 15D 0. Yəni, A1 mənfi 15D'yə bərabərdir. Bunu qoyduq qırağa. Silsilənin ilk 34 həddinin cəmi silsilənin müəyyən həddinə bərabər. Yəni, bu demək ki, S34 silsilənin neçəncisi həddinə bərabərdir? Aynen. Buradan deyir, həmin həddin nömrəsi tap. Yəni, N-i istəyir uşaqlar. Gələk, indi S34-ün düsturam. S34-ün yerinə yazıram 2A1. Üstəgəl 33D böl 2 vur 34 bərabərdir. A-nın yerinə A1 üstəgəl N çıx 1 vur D yazmış olur. Və verilənləri yerinə yazıram. Deməli, A1-in yerinə mənfi 15-dir. Mənfi 15D-ni 2-yə vuranda mənfi 30D. Üstəgəl 33D. 2 ilə də 34-də qısa elədim. Burada qaldı 17. Vur 17. Bərabərdir A1. Üstəgəl A1-in yerinə nə qoyacağım? Mənfi 15-dir. Mənfi 15-dir. Üstəgəl N çıx 1 vur D. Deməli, uşaqlar, 33D-dən 30-un çıxanda 3D. 3-ü də 51-ə vur. O 17-yə vuranda 51D. Buradan da D-ni çıxardıram ortaq. D-ni çıxardanda ortaq mənfi 15. Burada da N çıx 1 qalmış oldu. Hər tərəfdən D-ni ixtisar elə. 51 bərabərdir N çıx 16. 50-nin üstünə 16 gəldik. N oldu 67. Bizdən elə bu N istəyir uşaqlar. Dördüncü sual. Deyir ki, A14 N-ə, A5 isə N-ə bərabərdir. Deməli, mən burada nə eləyərəm? A14 var əlimdə, bir də A5 var. A14-ü A5-dən asılı açıram. A14 bərabərdir A5 üstə gəl 9D. Çünki niyə? 5-in üstünə neçə gəlmə 14 eləsin? 9. Və salam. Verilənlərin yerinə A14-ün yerinə yazıram M. A5-in yerinə yazıram N plus 9D. D'miz də 8-dir. 9 və 8-i 72 yazmış oldum yerinə. İndi bunları mərtəbə vahidlərinə görə açaq. 10M plus M bərabərdir 10N üstəgəl M. Üstəgəl 72. N-ləri bir tərəfə keçirsəm 10M plus N çıxılsın 10N çıxılsın M bərabərdir 72. 9M çıxılsın 9N bərabərdir 72. 72-ni 9-a bölürəm. M çıx N 8-dir. Çıxanda 8 eləyən rəqəm yalnız 9-la 1-dir. Bu deməkdir ki, M 9-dur, N də 1-dir. Sonra indi gəlin A14-ü, A5-i tapaq ki, biz oradan A1-i tapa bilək. Deməli, onda belə çıxır mənim A14-üm M-indirsə, yəni 91-dir. Düzdürmü? Sonra A5'im də olacaq 19. Bizə lazımdır burada. Neçənci həddi? A-N lazımdır. İndi neyək? A14'ü A5'dən asılı deyib burada açmışam da yerinə qoyaq uşaqlar. 91 bərabərdir 19 üstə gəl 9'dir. Yəni bu rəqəmləri bax bu ifadədə yerinə yığmış oldum. 91-dən 19'unu çıxırsınız. Bir dəqiqə. Nə hissini tapmayacağım ki onu. Bizə lazımdır A1'i tapmaq. A1'i də hardan tapım? A5'ə çaq tapaq. A5 bərabərdir. A1 üstə gəl 4'dür. 19 bərabərdir A1 üstə gəl. 4 dəfə 8'in 32 demiş 8'dir. Deməli 19'dan da 32'sini çıxanda mənfi 13 eləmiş olacaq. İndi bizdən nə istəyir? Bunları silirəm uşaqlar. Yadınızda qaldı dostlar. Deyir ki, neçə həddən başlayaraq A-N-də, yəni bu N6 M ədədindən böyükdə A-N yazmayım, A-K yazım ki, N-lə qarışmasın. Deyir N6 M-lə böyükdür. Biz də M-ə 9 dedik, N-ə də
1 dedikdə, yəni AK böyükdür 960, bir dəqiqə 169-dan enimiz 1 oldu. 169-dan böyükdür. K-nı tapmaq lazımdır ki, neçəli cəhət. İndi AK-nı açıram, düzdür. A1 üstəgəl. A, N-də nətər ki, N çıx 1 olmurdu uşaqlar. AK-da da yəni olacaq K çıx 1. Vur D böyükdür 169. Mənfi 13 üstəgəl. K çıx 1 vur D'miz 8-dir böyükdür 169. 169-un üstünə gəlirəm 13-ü. Eləyir 182. 182 bölürəm 8-ə. Eləyir 2 dəfə 16. 16. Deməli 22-nin içində 2 dəfə qaldı 6. Üstündə də 1 gələndə olur 23/8-də 6. K 23/8-də 6-dan böyüksə ən kiçik olacaq. 24-dən başlayaraq. Məsələn. Davam edirik. 35 sadə sual yaza bilərsiniz məncə. 36. Nə deyir 36-da? Deyir ki, silsilənin ilk 9 həddinin ədəd ortası 26-dır. Yəni bu nə demək? 9 həddinin cəmini 9-a böləndə alınır 26. Ədəd orta bu deməkdir. Yəni S9-u tapanda 26-nı vurursunuz 9-a. Yəni ədəd orta ədədlərin cəmini sayına bölürəm, alınır ədəd orta. 26-nı 9-a vurursunuz. Deməli 6 və 9-un 54, 4 yazdıq. 5 yadda 234 eləmiş olduq. Nəsə. Deyin ədəd silsilənin 5-ci ədədini tapın. S9-un üstünü yazıram. 2A1 üstə gəlir 8D bölü 2 vur 9 bərabərdir 234. 234-ü 9-a bölürəm, qalır 26. Bunu da 2-yə böləndə 2A1-i 2-yə böldüm A1, 8-dən də 2-yə böldüm 4D bərabərdir 26. Bu da bizə A1 üstə gəlir 4D də bizə nə verir? A5 26. Elə bizdən də silsilənin 5-ci həddini istəyirdi, tapdıq. Deməli 38 rahat dərsində birdən başlayaraq ən az neçə ardıcıl natural ədəd götürmək lazımdır ki, onların cəmi 120-dən böyük olsun. Yəni A1-in 1-dir, D-in də 1-dir. S-nin böyükdür, 120 qoyursan, N-i tapırsan. Yerinə rəqəmləri hazır qoyacağım. Ona baxmıram. 39-cu suala keçirəm. Nə deyir 39-cu suala? Deyir ki, A, B, C, D həndəsi silsilə əmələ gətirir. A ilə D-nin cəmi 10-dur, A ilə D-nin hasili də 7-dir. B kub isə S kubunu istəyir. Nə edirəm? Mən həndəsi orta xassəsini istifadə edəcəm. B kvadratı bərabərdir A vur C-dir. C kvadratı da bərabərdir B vur D-dir. Bu ikisini tərəf-tərəfə vursam, B kvadrat vur C kvadrat bərabərdir A vur C vur B vur D olmuş olacaq. Buradan mən B ilə B-nin birini, C ilə də C-nin birini ixtisar etsəm, B vur C, A vur D-yə bərabərdir. Bura qədər aydındır mı? Məncə aydındır. İndi tapmalı olduğum ifadəyə keçirəm. Tapmalıyam B kubu plus C kubu. Bunu belə yazacağım. B kvadratı vur B, C kvadratı vur C. İndi nə edəcəm? B kvadratının yerinə yazacağım A vur C. Mən burada yazdım A vur C, vur B də öz yerində durdu. C kvadratının yerinə isə yazıram B vur D. Bu biri C-də öz yerində durmuş oldu. Və mən buradan ortaq çıxardıram B, C-ni. Qalır A plus D ortaq çıxarım. Buradan B-si gedir A qalır, buradan B-si gedir D qalır. B vur C-nin yerinə A vur D yaza bilərəm. Yuxarıda almışdım o bərabərsizliyi. A vur D vurulsun A plus D. A vur D də var, A plus D də var. 7 vur 10 olmuş. Oldu 70. Məsələn. Keçirik 41-ci sual. Deməli, uzunluğu 13 cm olan AB parçası üzərində deməli AB parçasıdır. Üzərində C və D nöqtələri göstərilmişdir və AC, CD və DB uyğun olaraq ədədi silsilə əmələ gətirirlər. Üçünün də cəmi 13-dür. Yəni uşaqlar, yazdıram 41-ci sualı. Sualımız belədir əslində. A1, A2, A3-ün cəmi A1, A2, A3-ün cəmi 13-dür. Və biz bayaqlar dedim ki, A2, A1-dən A3-ün cəminin yarısıdır. Ona görə yəni A1-dən A3
Cəmi bizə 2 dənə A2 verir. Bu A2-ni toplayanda 3 dənə A2 eləmiş olur. Bayaqları onu izah eləmişdim. Bu bizə verir A2 oldu 13 böl 3. Səndən nə soruşur? Deyir ki, AC ilə DB-nin cəminin 90%. O pişi 13-dür. Mən tapdığım A2, yəni bu ortadır da. AC ilə BD-nin cəmi olacaq onda 13-dən çıxmalıyam 3-də 13. Yəni bütövdən, məsələn, buranı çıxanda bu kənarların cəmi qalmalıdır. Çıxmaq üçün də bunu ortaq məxrəc gətirin. Bu 13 məxrəc 1-də 3 olur. Eləyir 3-də 39 çıx 3-də 13. Yəni bir kəsirdə yaza bilərəm. Bu da oldu 3-də 26. Yəni bu ikisinin cəmi oldu 3-də 26. Səndən də bunun 90%-ni istəyir. 3-də 26-nın 90%-i vur 100-də 90-a. Deməli 100 ilə 90-ı 10-a böldüm. Burada 9 qaldı, burada 10. 3 ilə də 9 ixtisar elədim. Burada qaldı 3. 26-nı 3-ə 78 məxrəcdə də 10. 78-i də 10-a böldüm. 7,8. Və salam. Yazırıq 43-cü sual. Sual belə. 2-də 1, çıx 4-də 1, üstə gəl 8-də 1, çıx 16-da 1, nəsə üstə gəl nöqtə mənfi 256-da 1 bərabərdir 256-da x çıx 1. Deyir ki, tənliyi həll edin, yəni x-i tapın uşaqlar. Fikir verirsiniz, 2-də 1-ə vurula gedir, 2-də 1, mənfi 2-də 1-ə vurulur, mənfi 4-də 1, mənfi 4-də 1, mənfi 2-də 1-ə vurulur, müsbət 8-də 1, müsbət 8-də 1. Yəni bu sonsuz azalan həndəsi silsilədir. Sonsuz azalan həndəsi silsilənin cəmini tapmaq lazımdır, amma sonsuz deyil. Çünki 56-dan sonra nöqtə qoysaydı, bu sonsuz azalan, düzdür. Küsü 1-dən kiçikdir. Deyərik ki, sonsuz azalan. Sonsuz azalan olmağını sonsuz azalan. Amma bizə sonsuz azalanın bütün hədlərinin cəmini istəmir. Görsən, qutarıb 256-da dayanıqdır. Sonunu bilirik. Deməli, bunun sonsuz azalan hədəsi silsilə kimi yox, SN kimi eləmək lazımdır. Amma bilməliyik neçə həddidir. Əslində, bu bir neçə cür elmi olar. B1-in yerinə 2-də 1, B-nin yerinə mənfi 256-da 1, Q-nin yerinə mənfi 2-də 1 qoyub N-i tapmaq olar. Amma mən daha rahat üsul 2 vs məxrəc 2-yə vurula gedir. 2, məxrəc 2-nin kvadratı, 2-nin kubu. 256, 2 üstü neçə idi? 8. Deməli, 8 dənə burada hədd var. Çünki 2 üstü 1, 2 üstü 2, 2 üstü 3, bu 2 üstü 8. Yəni, N 8-dir. S8-in üstü. S8-in üstü B1 vurulsun. 2 üstü 8 çıx 1 bölünsün. 2 çıx 1'dir. B1'im birinci əldə 2-də 1'dir. Q-üm mənfi 2-də 1'dir. Mənfi 2-də 1 üstü 8, 256-da 1 eləmiş oldu. Çıx da 1. Məxrəcim mənfi 2-də 1, çıx 1. Bu niyə müsbət elədi? Mənfi ədədi 8 dəfə özünə vuranda nə edir? Müsbət edir. Ona görə eləmiş oldu. İndi gəlin hesablayaq. Deməli, olur yuxarı 2-də 1 vur. 256-dan 1-in çıxanda mənfi 256-da 255. Aşağı deyir mənfi 2-də 3. Bilirik ki, böləndə birinci qalır, ikinci tərsinə vurulur da. Yəni 2-də 1-də qalır. Mənfi bölündə müsbət edir, onu tulladım. 256-da 255 vur 3-də 2. 2-lər gedir. 255-i 3-ə bölürsən. 8 dəfə 24, 15-də 5. 85-də 256-da 85. Yəni biz sol tərəfi hesabladıq ki, 256-da 85-dir. Deməli, onda mənim tənliyim olur belə. 256-da 85 bərabərdir 256-da x çıx 1. Məxrəclər eynidir, məxrəcləri tulladım. X çıx 1 bərabərdir 85, x bərabərdir 86. Məsələn. Deməli, uşaqlar. Birinci görürsünüz 2 üstəgəl 5 vurayın. 5-ə vurula gedir. Yəni bu 5-5 artır. Ədədi silsilədir və silsilə fərqi 5-dir. İkinci, 5 üstü mənfi n-dir. Yəni bu 5-də 1-ə vurula gedir. 5-ə bölünür. Vurulu 5-də 1-də həndəsi silsilədir. Axırıncı isə silsilə deyil ümumiyyətlə. Çünki mənfi 5 üstə n-dir. Üstündə n-dir 5-in, mənfinin. Mənfi də deyə nə ədədi silsilə olur, nə həndəsi silsilə. Əslində ona həndəsi silsilə kimi yanaşmaq olardı. Yanındakı üstəgəl 3 olmasaydı. Yerinə rəqəm qoyub da yoxlaya bilərik uşaqlar.
Sonra 47-ci sualla yazaq birini. Əslində rahat sualdır. Necə? Əslində bu ardıcılıq mövzusunda bundan işləmişik. 3 vurulsun 2 üstü n çıx 1-də deyir ki, bu nədir? Yəni tapmalıyıq ədədi silsilədir yoxsa həndəsi silsilədir. Tutaq ki, ədədi silsilədirsə, bir də həndəsi silsilədirsə vurğunu bilmək istəyir bizdən. Gəlin tapaq. N yerinə 1 qoyuram. S1 3 vurulsun 2 üstü 1 çıx 1 eləyir 3. S2 3 vurulsun 2'nin kvadratı çıx 1. 2'nin kvadratı eləyir bizim üçün 4. 4'dən 1 çıxın 3 çarpı 9. Deməli S2 3-dürsə, S2-dən S1-i çıxanda A2-ni tapırıq. A2 bərabərdə S2 çıx. S1 9 çıx 3 6. Yəni ikinci həddidə əslində bir-bir iki ədəd silsilədir. Yəni A görüb deməyini mənim ədəd silsilədir. Demişdik ki, o hərf şeydə fərqli hərf də ola bilər. A1 yox, S1 də deyilə bilər. C1, K1 nə olsa, yəni şərti qəbul edilmişdir. Deməli uşaqlar A2-mizi də tapdıq. İndi yəni bir S3-ü də tapaq, 3-cü həddi də tapaq. S3-ümüz A2-miz bir də A2 niyə sildik ki? S2 çıx S1-dir. Yəni 9 çıx 3 6-dır. S3-ü tapıram. N yerinə 3 qoyuram. 2 üstü 3 çıx 1 2 üstü 3 8 8-dən 1 çıxım 7 7 üstü 3. 7 üstü 21. A3'ümüz olacaq S3 çıx S2. Yəni S21 çıx 9 12. Hədlərimizə baxırıq uşaqlar. Birinci həddim 3 6 12. Deməli bu həndəsi silsilədir. 2 vurula gedir. 3 2 vurur 6 6 2 vurur 12. Deməli həndəsi silsilədir. Vuruğu da 2. Birə B ilə 2-də də 3-də də eyni qayda ilə yerinə 1 2 3 qoy. A1-i A2-ni A3 tap. Yoxla gör hansındandır. Ben onu yazmıram. Keçirik 49-cu suala. Nə deyir 49-cu sualda? Deyir ki, Venn diaqramı verilib. Gəlin Venn diaqramımızı çəkək. Deməli, bu Venn diaqramında nədir məsələ? Venn diaqramında A və B çoxluqlarıdır. Burada verilib 16, 24 ortaya. Sağda N, solda da M vermiş olur. Deyir ki, A olan ədədi silsilədir, B olan həndəsi silsilədir özü deyir. Bu çoxluğun ortaq elementləri silsilənin ilk iki həddidir. Yəni, bu sağ tərəf həndəsi silsilədir. Yəni, B1-i 16-dır, B2-si 24-dür. Sağ tərəf isə ədədi silsilədir. A1-i 16-dır, A2-si 24-dür. Bunun D-si 8-dir. Niyə? 16-nın üstünə nesi gəlir 24 edir? 8-in. D-si 8-dir. Bu qədər. Bizdən istəyir orada A7-dir. A7 bərabərdir. M-də deyir, M tap. Uşaqlar A7'miz olur A1 plus 6'dir. A1'im var 16. D-imdə 8, 6 var 8. 48, 48'in də üstünə 16 gəlirsiniz. 64 olmuş oldu. Yəni M-im 64. İndi gələk buna. Birinci künü tapaq. Hardan tapaq? B2 bərabərdir B1 vur Q. 24 bərabərdir 16 vur Q. Q'nü tapsam 24 böl 16. 8'e ixtisar edəsəm 2'də 3'dür. Yəni bizdən istəyir orada B5'i tap. Çünki deyir ki B5 N'dir. B5'i yazıram B1 vurulsun Q üstü 4. B1'də var Q'də var. Mesela B5 bərabər B1'im 16 vur. Q'nun 2'də 3'dür. 2'də 3 4. 2 üstü 4 16 3 üstü 4 81. 16'lar getdi. Bu da oldu 81. Sən də deyir ki M ilə N'in cəmi tap. Yəni bu bizim N'dir də 81. 64 ilə 81 toplayarız. 145. Mesela. Atın 50-ci suala baxarıq. Sualda nə deyir? 50. Deyir ki diaqramdır. Diaqramda verib ki silsilənin vuruğu 2'dir. Və bizdən nə istəyir? BM çıx BN məxrəcdə BK çıx BP və B-ni, P-ni, K-nı, M-i, N-i misalda veribdir. Gəlin yerinə qoyaq. Əslində çox sadə sual idi. Gərək heç yazmazdım. Siz başınızı işlədərdiniz. Yəni baş tələb eləməyən bir şeydir. M-i verib 13.
B13 çıxılsın N-i verib 9. B9 K-nı verib 15. P-ni verib 11. B11. Yuxarıdan uşaqlar parçalayıram. Baxın. B13'ü B9 vur küstü 4 yazıram. Çıx B9. Niye B9'dan aslasın? Yuxarıdan B9'u çıxardacağım. İstəsəz B1'dən də asla aça bilərsiniz. Mən belə açdım. Sonra B1'dən asla açaram. B14'ü də B1 vur küstü 4 yazıram. B15'i daha doğrusu. B15'i B1 vur küstü 4. Sürətdən B9'u çıxartdım. Küstü 4 çıx 1 qaldı. Məxrəcdən B11'i çıxartdım. Küstü 4 çıx 1 qaldı. Küstü 4 çıx 1'lər getdi. B9 böl B11 bize verir 1 bölü 2 kvadratını izah edeyim. Niye? 11 9'dan 2 dəfə böldü. Ona görə 2 kvadrat vereceğim. Ama belə həllinə gələk. B9'u saxladım. B11'i də B9'dan asılı açanda B9'u da küstü 2 yazıram da ki 9'dan 2 dəfə belə ediniz. B9'lar getdi qaldı 1 bölünsün 2 kvadrat. 2 kvadratını da misalda verib 2'də 1. 1 böl 2'də 1'in kvadratı. 2'də 1'in kvadratı 4'də 1'dir. 1 də 4'də 1'ə böləndə eləyir 4. Davam edirik. 51. sualına. Deməli 51. sual. 3'e bölünən natural ədədlər verilmişdir deyir. Bu ardıcılığın ilk neçədir? Cəmi 165'e bərabərdir. Əslində bir növ bayaqki var idi. Neçənci sual idi dedim özünüz yazarsa 38. Ona oxşayır. Gəlin yazaq. Deməli 3'e bölünən ardıcıl natural ədədlərdir. A1'im 3'dür. Deyim də 3'dür uşaqlar. Çünki 3'e bölünürsə 3, 6, 9, 3'ü çarpır. Neçəsinin cəmi 165 olar. S'in bərabərdir 165'dir. N-i tapmaq lazımdır uşaqlar. S'nin düsturuna keçək. S'in bərabərdir 2A1 üstə gəl N çıx 1 vur D böl 2 vur N düsturundan istifadə edirik. Verilənləri düsturda yerinə yazaq. Gəlin yazaq. Demək uşaqlar. S'nin yerinə yazıram 165. 2A1. A1'im 3'dür. 2A1'im olacaq 6. Üstə gəlsin. N çıx 1 vur D'miz 3'dür. Böl 2 burada kənardakı N. 165'i 2'ye vururam. 330. Bərabərdir. 6 üstə gəl. N 3'e 3'in 1'i 3'e 3 vur kənardakı N öz yerində. Deməli eləyir 3N plus 3 vur 3 bərabərdir 330. Deməli möhtəzən vurub açıram 3N kvadrat. Üstə gəl 3N çıx 330 bərabər 0. 3'e bölürəm N kvadrat plus N çıxılsın 110. Vuranda mənfi 110. Toplayanda isə mənfi 1 eləyən ədəd mənfi 11 ilə 10'dur. Sıra nömrəsi də mənfi olamaz deyə vurdu. Deməli, uşaqlar. Eyni şeydir. 63-cü sual da eyni şeydir. 53-cü sual daha doğrusu. Orada birinci saatdə avtomobil 60 km gedir. Yəni A1'im 60'dır. 53-cü sualdır. Hər kilometrdə 8 km əvvəlkindən 8 km çox gedir. Yəni deyim 8'dir. Deyir 480'i nə qədər vaxta gedir? SN-in 480'dir. Eyni istir. Eyni düsturda yerinə yazasınız uşaqlar. Bir dənə bunu 480 edirsiniz. 2A1'imiz 60 vur 2 120 olmuş olur. Buranı 8 edirsiniz. Qalan hər şey eynidir. Vur, aç, tənlik, eyni tap. Ben yazmıram. Tənliyi həll eləmək sizdə olsun uşaqlar. İndi keçirik 54-cü suala. Ədədin silsilənin ilk 10 həddinə tək yerdə duranların cəmi 25'dir. Deməli, ilk 10 həddinə tək yerdə duranlar 54. A1, A3, A5, A7 və A9'un cəmi 25'dir. Cüt yerdə duranların cəmi 40'dır. Yəni A2, A4, A6, A9, A8 və A10'un cəmi isə 40'dır. Sizdən birinci ədəd tapın. Demək uşaqlar, əslində bunu bir neçə suallar etmək olar. Mən neyiniyərəm? Aşağıdakiləri yuxarıdakilərdən asılı açıram. Necə? A2'nin yerinə yazıram A1 üstə gəl bir dənədir. A4'ün yerinə yazıram A3 üstə gəl bir dənədir. A6'nın yerinə yazıram A1 üstə gəl 5'dir.
O da istəsəz hamısını açıb sistemi alıb həll etmək də olar. Gəl elə ondan edin. Aldım sistemə həll edirəm. Yuxarı A1, A1. A3 açıram, A1 üstə gəl 2-dir. A5-i yazıram, A1 üstə gəl 4-dür. A7-ni yazıram, A1 üstə gəl 6-dır. A9-u da yazıram, A1 üstə gəl 8-dir. Bərabərdir 25-ə. İndi aşağıdakı. A2-ni yazıram, A1 plus-dir. A4-ü yazıram, A1 üstə gəl 3-dir. A6-nı yazıram, A1 üstə gəl 5-dir. A8-i yazıram, A1 üstə gəl 7-dir. A10-u da yazıram, A1 üstə gəl 9-dur. Bərabərdir 40. Bu 25-dir, bu da 40. Sistemi aldım. Yuxarıdakı A1'lər toplayanda 1, 2, 3, 4, 5 dənə A1. Üstə gəl, deyilər 2, 4, 6, 20-dir. Bərabərdir 25. Aşağıdakı 5 A1 plus deməli 10, 20, 25'dir. Bərabərdir 40. Tərəf-tərəfə çıxdım. A1'lər getdi. Ya da mənfiyə vur. Mən ona çıxdım. A1'dən 5 A1'dən 5 A1 çıxdım 0. 20'dədən 25'də çıxdım mənfi 5'dir. 25'dən 40 çıxdım mənfi 15. 15'i də 5'ə böldüm. D'niz oldu 3, 54'də. Və bizdən nə istəyir tab? Sizlər birinci əklini. Bu D'ni gətir. Burada qoy yerinə D'ni. A1 tabi. İkincidə də qoya bilərsiniz. Mən birincidə ürəyimdən keçdi qoymaq birincidən. Gətirib yerinə qoyacağım burada. Və son. Tənliyi adi bir dənə yerinə qoyub əvəz etmə. Tənlikdən A1'i tapacağım. Gəlin tapaq. Deməliyim 5 A1. Gəl 20'dir. Uşaqlar 20 var 3. 60. Bərabərdir 25. 25'dən 60'ın çıxırsan mənfi 35. 35'də 5'ə bölürəm. A1 oldu. Mənfi 7. Yəni 55, 56 eyni misallardan da yazmıram. 57'yə baxacağım. Deməli 57. Nə deyir? Markerlərimizdə çox qəşəng yazır. 57. Yeni il üçün hazırlanmış şam ağacının budaqları mərtəbələr şəklində düzülmüş və bu mərtəbələr yuxarıdan aşağıya doğru 1-dən 9'a qədər nömrələnmişdir. Yəni A1, A2 şam ağacı da yuxarıdan aşağıya doğru. Axırıncı aşağıda 9-cu əddi yolkanın. İndi nədir məsələ? İndi burada nədir məsələmiz? Deyir ki, mərtəbədəki budaqların sayı nömrələndiyi ardıcıllıqla ədədi sistəminə gətirir. İkinci və 8-ci mərtəbədəki budaqların sayının cəmi 18'dir. Yəni A2 ilə A8'in cəmi 9-cu və 5-ci mərtəbədəki budaqların sayı 8'dir. Yəni A9'dan A5'i çıxanda fərqi 8 olmuş olur. Ən alt mərtəbədəki budaqların sayını istəyir. Yəni A9 istəyirsən. Bu sistemi həll eləsən olsa taparsan. A9 çıx A5 8 isə A9'u açıram. A5 plus 4'dir. Çıx A5 bərabər 8. Neyin edir uşaqlar? A9 A5 üstə gəl 4 edir. 5 ilə 4 toplayanda 9 edir. Çıx A5 düzgündə bərabər 8. 4'dir. 8'dir. D'miz 2'dir. Qaldı A1 lazımdır bizə. Neyini? Neyi buradan tapaq? A2'ni yazaram. Bax bu A2'ni. A1 üstə gəldir. A8'i də yazıram. A1 plus 7'dir. Bərabərdir 19. Bütün A1'lər oldu 2 A1. D ilə 7'də 8'dir. 19. Uşaqlar 2 A1. D'miz 2 isə 8, 2, 16. 19'dan 16 çıxır 3 A1'im oldu. 1,5. Düzdür? Bir dəqiqə 19'a yox uşaqlar. 18'ə bərabərdir. Mən səhv yazmışam. Bəli 18. 18'dir. 18. 18'dən biz burada D'nin yerinə 2 qoymuşduq. 8'i 2'yə 16. 18'dən 16'sını çıxanda 2. 2'nin 2'yə bölündə A1 oldu 1.
Bizə A9 istəyir. Hansı? Ən axırıncı. A9, A1. Üstəgəl 8 dedi. A1'in 1'dir. D'miz də 2'dir. 8 var 2. 16 üstünü bir gəldim. Sağ ol. 57-cini tapdım. Uşaq. Davam edirik. Deməli, 58-ci sualı oxuyuram. Su damlasının suya düşməsi nəticəsində radiusu eyni qədər artan konsentrik çevrələr əmələ gətirir. 3-cü və 5-ci çevrələrin uzunluqları cəmi 36 pidir. Deməli, 58. 3-cü ilə 5-cinin 36 pidir. 2-ci ilə 7-cinin cəmi 40 pidir. Soruşur damlanın yaratdığı kiçik çevrənin uzunluğu, yəni A1. Deməli, uşaqlar, eləyə biləcəyim sistemdir. Sistemi alıb həll elədə. Ən rahat üsul. Deməli, A1'i yazaram A1 plus 2'dir. Daha doğrusu A3'ü. A5'i də yazaram A1 plus 4'dir. Bərabərdir 36 pi. Aşağıdakı A1 D, A2'nin yerinə, A7'nin yerinə A1 plus 6D. Bərabərdir 40 pi. Hesablayaq. 2A1 6D bərabərdir 36 pi. 2A1 7D bərabərdir 40 pi. Mənfi 1'ə vurada bilərsiniz. Mən tərəf-tərəfə çıxıram uşaqlar. 2A1'ləri çıxdım, getdi. 6D'dən 7D çıxdım, mənfi D. 36 pi'dən 40 pi çıxıram, mənfi 4 pi. Yəni D'miz 4 pi. Götür, yəni bu 4 pi'nin birinci, ikinci tənlikdə fərq yoxdur. Yəni burada və ya burada qoy yerinə A1 tapaq. Mən burada qoyacağım yerinə. 2A1 üstəgəl 6D. D'miz də 4 pi'dir. 6'ın 4'ü 24 pi. Bərabərdir 36 pi'yə. İndi 2A1 bərabərdir. 36 pi'dən 24 pi çıxdım 12 pi. 12 pi'ni də 2'yə böldüm. A1 oldu 6 pi. Və sağ ol. Tapdıq. İndi bizdən nə istəyir? Stəkan su ilə doludur və hər addımda suyun yarısı boşaldılır. Deməli, sonsuz azalan həndəsi sistemdir. Boşaldılırsa da küsü 2'də 1'dir. Sizdən soruşur. B15-ci həddi 7-ci addımdan neçə dəfə az olur? Yəni B12-ni B7-dir də bəli. B12-nin yerinə B7 vur küstü 5 yaza bilərəm də uşaqlar. 7 ilə 5 toplayanda 12 edir. B7'lər 7 qaldı 2 üstü 5. Kimiz də 2'də 1'dirsə 2'də 1 üstü 5 32'də 1. Neçə dəfə azdır? 32 dəfə azdır. Və sonra bitdi.